الكتاب من قبلكم وإياكم أن اتقوا الله. El-Əyə. Biz sizdən əvvəlkilərə, kitab verilmişlərə, əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edilir. Allah qorxusu bütün xeyirlərin, qardaşlar, əvvəlidir. Bütün xeyirlərin əvvəli Allah taladan qorxmaqdır. Allahdan qorxan insan necə qeyd elədi? Həyatını Allahın rızası üçün tənzimləyir. Həyatını Allahın rızasına görə uyğunlaşdırır. Çünki başa düşür ki, əsas Allahın razılığıdır. Əsas Allah Taala məndən razı qalsın. Bəzi insanlar görsən, onlar üçün fərqi yoxdur. Allah narazı olsa da, əsas insanlar ona razı olsun. Bəladır, bu insan üçün bəladır.